Salam, sual belədir ki, oturacağının radiusu R olan silindrik qaba hansı hündürlükdə su tökmək lazımdır ki, onun qabın divarına göstərdiyi orta təzyiq qüvvəsi oturacağa göstərdiyi təzyiq qüvvəsindən 2 dəfə böyük olsun? Neyləyirik? İlk öncə yazırıq, təzyiq qüvvəsinin düsturunu yazaq. F bərabərdir. Təzyiq vurulsun S sahə. İndi birinci yazırıq, oturacağa göstərilən təzyiq qüvvəsinə F1 yazsaq, F1 bərabərdir. Deməli, təzyiqin yerinə mayenin təzyiqindən söhbət getdiyi üçün yazırıq ρJH. S-in də yerinə, deməli, oturacağın sahəsini necə tapırıq? Sahəni daha doğrusu gəlin çevirək radiusla, çünki bizdən radiusla cavablar istəyir. S-in yerinə nə yaza bilərik? Pi R-in kvadratı. Bax, bu oldu oturacağa düşən təzyiq qüvvəsi. İndi yazırıq divara düşən orta təzyiq qüvvəsi. Orta təzyiq qüvvəsində F divarda bərabər idi. P vurulsun S. Orta təzyiqi necə tapırdıq? Bunu bir dəfə də 2-yə bölürdük. Çünki müəyyən hündürlükdə müəyyən qiymət aldığı üçün başqa-başqa. Ona görə 2-yə bölürdük orta təzyiq üçün. Davam eləyək. Burada F2 bərabərdir, yəni hansı ki qabın divarına düşən təzyiq qüvvəsidir. Yenə P-nin yerinə, təzyiqin yerinə ρJH yazırıq. Vurulsun. S-in yerinə isə bu səfər silindrik qabın divarının sahəsinin düsturunu yazaq. S bərabərdir. 2 pi R H. Sahənin yerinə bax bunu yazırıq. 2 pi R H. Və bir dəfə də bunu neyinirik? 2-yə bölürük. Baxdıq ki, burada neynədir? 2-lər ixtisar getdi. Davam eləyək. İndi bizə nə deyir? Deməli, onun qabın divarına göstərdiyi orta təzyiq qüvvəsi oturacağa göstərdiyi təzyiq qüvvəsindən 2 dəfə böyükdür. Oturacaq F2, qabın divarı da, bizə dəqiqə, qabın dibini F1, qabın divarını F2 götürsək, bizə deyir hansı böyükdür, bir dəqiqə onu dəqiqləşdirək. Qabın divarına göstərdiyi orta təzyiq qüvvəsi oturacağa göstərdiyi təzyiq qüvvəsindən 2 dəfə böyükdür. Yəni, bax, bu F2 F1-dən 2 dəfə böyükdür. Onda yazıram ki, F2 bərabərdir 2 dənə F1-ə. İndi gəlin, bax, bu şərtimizi yazaq. F2-nin yerinə, bax, bu ifadəni yazıram. Rho, J, H-dan 2 dənə olduğu üçün H-ın kvadratı, pi vurulsun R. Bərabərdir. İndi burada 2 dənə F1 daxil. 2. F1-in də yerinə bax bu ifadəni yazırıq. Rho, J, H, pi R-in kvadratı. İndi baxaq görək burada nə ixtisarlarımız var. İxtisarlarımızı aparaq. Baxın, Rho-dur, J-dir. İxtisar oldu. Pi-dir, ixtisar olur. Deməli, burada H-dan biri ixtisar gedir, biri qalır bu tərəfdə. Rəngini biraz canlı götürək. Bu tərəfdə H-ın biri qaldı. Gördünüzmü? 2 dənə idi. Biri ixtisar getdi, bundan biri qaldı. R də buradakı ixtisar oldu. Digər tərəfdə nə qaldı? 1 dənə R qaldı. Burada da bir 2 var idi. Onda biz deyə bilərik ki, H bərabərdir 2 R-ə.